Salam əziz şagirdlər. Bu dərsimizdə biz növbəti sınavımızı izah edəcəyik inşallah. Başlayaq birinci sualdan. Uyğun cavabı müəyyən edin. Orta əsrlər dövrünü nəzərdə tutur. Ərəb xilafəti və Albaniya. Ərəb xilafətinə aid xüsusiyyətlər verilib. Albaniyada biri buraxılıb. Onu tapmalıyıq. Deməli, Araz çayının şimalda yaranmışdı. Xeyr, Albaniya qədim dövrdə yaranıb. Burada orta əsr yazılıb. Olmaz. Qəbələ paytaxt şəhərə çevrilmişdi. O da qədim dövrdür. Olmaz. Azərbaycanı birləşdirməyib. Ərəblərin hücumuna məruz qalmışdı. Bəli, burada cavab D-dir. Şimalda Atropatena ilə həmsərhəd olmuşdu. Şimalda yox, cənubda həmsərhəd olub. O da qədim dövrdə olub. Ona görə də olmaz. Cavab burada D-dir. Davam edirik. İkinci sual. Mannada İran Zunun hakimiyyətə gəlməsi nəticələrindəndir. Deməli, ölkənin işğal olmuş torpaqlarının qaytarılması və Manna vilayətlərinin birləşdirilməsi. Bəli, burada cavab A-dır. Digər ifadələr yanlışdır. Niyə? Çünki qonşu dövlətlərin ərazilərini işğal etməyib, Azərbaycanı birləşdirməyib, dövlətin inkişafına son qoyulmayıb, Urartu ilə ittifaq bağlamayıb, Aşşurla ittifaq bağlanıb, Azərbaycan ərazisində iç dövləti yaratmayıb, İzirtunu paytaxt etməyib və yeni dövlətin əsasını qoymayıb. Ona görə də bunların heç biri cavab ola bilməz. Gəlirik üçüncü suala. Uyğunluğu müəyyən edin. Azərbaycan dövlətləri eradan əvvəl 1-ci minilliyin birinci yarısı və ikinci yarısına aid olanları seçmək lazımdır. Biz bilirik ki, eradan əvvəl 1-ci minilliyin birinci yarısı isə bu nəticə Manna ilə bağlı olmalıdır. Manna rəqiblərindən biri ilə ittifaq yaratdı. Bəli. Qazaka paytaxt ola bilməz, bu ikinci yarısıdır. İlk mərkəzləşdirilmiş dövlətimiz olan Manna süqut etdi. Bəli. Bir AC olmalıdır. Bir AC. Burada iki dənə variant uyğun gəlir. Bu hissədə isə deməli, ikinci sütunda isə Makedoniya İskəndərin işğalçılıq siyasətinə qarşı mübarizə ola bilməz. Düzdür, bu ikinci yarısıdır. Amma burada yuxarıda Azərbaycan dövlətləri ifadəsinə fikir vermək lazımdır. Ona görə də İskəndərin dövründə dövlətimiz yox idi. Qəbələnin paytaxt olması, bəli, Albaniyanın paytaxtı olub. Ərəb xilafəti varlığı, demək, Albaniyanın varlığına son qoymaq məsələsi isə bu da eradan əvvəl deyil, orta əsrlərə aiddir. Burada da 2 olmalıdır B. 1AC, 2B, ona görə Y cavabı doğru cavabdır. Davam edirik 7-ci sualla. Euler-Venn diaqramına uyğun müqayisəni aparmalıyıq. Deməli, daş dövrü, tunc dövrü, dəmirin kəşf edilməsi tunc dövrünün sonundadır. Ovçuluğun yaranması daş dövründədir. İnsanların birgə yaşamağa başlaması yeni daş dövründədir. İstehsal təsərrüfatında mövcud olması hər iki dövrə aiddir. Ona görə də 1 olmalıdır BC, 2 olmalıdır A, 3 olmalıdır D. Yəni B cavabı doğru cavabdır. Davam edirik 5-ci sual. Yenə Venn diaqramı Manna və Atropatena dövlətlərini müqayisə edərək uyğunluğu tapmaq lazımdır. Burada Araz çayından cənubda yaranmışdı. Bu hər ikisinə aiddir. Ərazisində Urmiya gölü var idi. Hər ikisinə aiddir. Eramızdan əvvəl 1-ci minilliyin ortalarında süqut edib. Bu eləyir eradan əvvəl 6-cı əsrdə süqut edib təbii ki Manna. Ona görə bu gedir 1-ə və paytaxtı Qazaka idi. Bu da gedir 2-yə. Deməli 1 olmalıdır C, 2 olmalıdır D. 1C, 2D, 1C, 2D, 3AB. Doğru cavab D cavabıdır. 6-cı suala gəlirik. 6-cı sual uyğunluq pozulmuşdu. Deməli, burada uyğunluq pozulub, deməli, toxadan istifadə başlamışdı. Daş dövrünün əvvəllərində səhvdir. Daş dövründə ümumiyyətlə əkinçilik də yox idi. Ona görə budur pozulan. Digər ifadələrdə uyğunluq pozulmayıb, doğru ifadələrdir. Gəlirik 7-ci suala. 1-ci minilliyin birinci yarısında 1-ci minilliyin birinci yarısı uşaqlar 1, 2, 3, 4 və 5-ci əsrləri nəzərdə tutur. Söhbət eramızdan gedir. Albaniya dövləti meydana gəlib eramızdan əvvəl. Albaniya ərəblərin yürüşünə məruz qalıb 7-ci əsrdə. Bu ikinci yarısı eləyir. Xristianlıq dini yaranmışdı, bəli. Bilirik ki, 1-ci əsrdən sonra yaranıb xristianlıq dini. İsa Peyğəmbərin adından olmasını nəzərə almalıyıq. Və Manna dövləti eradan əvvəl, Atropat da eradan əvvəl baş vermiş hadisələrdir. Gəlirik 8-ci suala. Atropatena və Albaniya dövlətlərinə aid oxşarlıqdır. Deməli, cənubda yaranmaq Atropatenaya aiddir. Eradan əvvəl 1-ci minilliyin birinci yarısında müstəqil dövlət olaraq mövcud olmaları heç birinə aid deyil. Makedoniyalı İskəndərə qarşı heç bir mübarizə apara bilməz. Xəzər dənizindən şərqdə yox, qərbdə yerləşirdilər. Eradan əvvəl 1-ci minilliyin ortalarında meydana gəliblər. Bəli, hər ikisi eradan əvvəl 4-cü əsrdə meydana gəlib. Bu da eradan əvvəl 1-ci minilliyin ortaları edir. Davam edirik. 9-cu əsr, 9-cu sual eyni əsrə aiddir. Atropatın İskəndəri məğlub etməsi, belə bir hadisə baş verməyib, tərsinə olub, olmaz. Atropatın yeni dövlət qurması və Qəbələnin Albaniyanın paytaxtı olması, bəli. Bunların hər ikisi eradan əvvəl 4-cü əsrdir. Digər ifadələr yanlışdır, ona görə cavab B-dir. Davam edirik 10-cu sual, daha əvvəl olmuşdur. Deməli, burada bir çox şagirdlərimiz burada səhvlərə yol verib. Çətin sualdır həqiqətən.
O eradan əvvəl 4-cü əsrdə baş verən hadisələrin ardıcıllığını yaxşı bilmək lazımdır. Deməli, birinci olaraq biz görürük ki, İskəndər şərqə yürüş edib eradan əvvəl 4-cü əsrdə və bu zaman Azərbaycan tayfalarının Atropat rəhbərliyi ilə deyir ki, onlara qarşı mübarizə apardı və orada da belə bir ifadə keçir ki, o dövrdə Atropat Azərbaycanın cənub torpaqlarını və Araz ətrafı şimal torpaqlarını idarə edirdi. Yəni ki, buradan artıq onun hakim olduğu məlum olur və daha sonra deyir ki, məğlub olandan sonra İskəndərlə o yaxınlaşır, danışıqlar aparır və hədiyyə falan filan o məsələlərdən sonra bilirsiniz ki, İskəndər onu hakim kimi tanımışdı. Hakim kimi tanımaq o deməkdir ki, əvvəllər də Atropat hakim olub. Ona görə burada biz birinci nəyə götürməliyik? Atropatın Azərbaycanın cənubunu hakim kimi idarə etməyə başlaması. A cavabı doğru cavabdır. Daha sonra gələn hadisə İskəndərin yürüyüşü olmalıdır. Ondan sonra İskəndər qarşı Atropat mübarizə aparmalıdır. Ondan sonra dediyimiz kimi danışıqlar aparıb hədiyyələr məsələsi olmalıdır. Sonra Atropatı hakim kimi tanımalıdır və nəhayət sonuncu hadisədə İskəndərin ölümündən sonra Atropat yeni bir dövlət qurmalıdır. Davam edirik. Tayfa necə yaranırdı? Tayfalar necə yaranırdı? Tayfa əlbəttə ki, bir neçə qohum qəbilənin birləşməsi ilə yaranırdı. Doğru cavab B-dir. Gəlirik 12-ci suala. İlk metal əməliyyatları hazırlanmışdı. Tuncdan, misdən, dəmirdən, çay daşlarından, çaxmaq daşı və dəvə gözündən. İlk metal dediyinə görə təbii ki, bu misdən hazırlanmışdı. İlk əmək alətləri desəydi əgər, o zaman biz çay daşları götürərdik. Davam edirik. 13-cü sual. Qədim insanların Azərbaycan ərazisində məskunlaşmasına şərait yaratmış amillərdən deyil. Deməli, bilirik ki, bitki və heyvanat aləmi vacib amillərdəndir. Sonra təbii ki, şirin su çaylar, təbii mağaralar və təbii ki, əlverişli iqlim olmalıdır. Amma şəhərlərin mövcud olmasının heç bir əlaqəsi yoxdur. Çətin sual deyil təbii ki. 14-cü sual Manna hökmdarı İranzu Atropatdan fərqli olaraq. Yəni, İranzunun fərqini istəyir. İskəndərə qarşı təbii ki, heç bir Atropat mübarizə aparıb İranzudan fərqli olaraq. Yəni, cümlə tərsinədir burada. Tərsinə qoyulub. İzirtunu paytaxt şəhərə çevirə bilməz. Sonra Azərbaycanı heç biri birləşdirməyib. İlk mərkəzləşmiş dövləti idarə etmişdi, bəli. Bu fərqdir. Eradan əvvəl 1-ci və 2-ci yarısında hakimiyyətdə olmaqda. Bu da Atropatın İranzudan fərqidir. Davam edirik 15-ci sual. 9-cu yüzilliyin ortalarında Yadelli əsarətinə qarşı mübarizə aparan xürrəmlər. Biz burada 837-ci ili nəzərdə tuturuq. Bəz qalası uğrunda döyüş. Yəni bu nə deməkdir? Yadelli əsarətinə qarşı mübarizə aparan xürrəmlər məğlub edilmişdi, bəli. Söhbət Bəz döyüşündən gedir. İlk ərəb işğalları ola bilməz çünki 7-ci əsrdir. Albaniya dövlətinin varlığına 8-ci əsrdə son qoyulub. Azərbaycanın şimalında ilk dövlət yaranmışdı eradan əvvəl 4-cü əsrdə Albaniya. İslam dini Azərbaycana yayılmağa başlayıb 7-ci əsrdə. Bu da olmaz. Davam edirik 16-cı sual. Qədim insanların köç etməsinə səbəb olan amillərdəndir. Deməli, təbii ki, biz bilirik ki, bu nə idi? İqlim dəyişiklikləri idi, təbii fəlakətlər idi və bir də müharibələr idi. Deməli, ona görə də biz C ilə Y-ni götürməliyik. C və Y. Doğru cavabdır. Digərləri aidiyyatı yoxdur. 17-ci sual Xürrəmlər üsyanı aid deyil. Əhalinin bütün təbəqələri iştirak etmişdi. Bu aiddir. Ordusuna xəlifə tərəfindən göndərilən Babək başçılıq etmişdi. Xəlifə tərəfindən göndərilən Babək başçılıq etmişdi. Xəlifə tərəfindən niyə göndərilsin? Düzdür? Ona görə də bu aid deyil. Xilafətin Azərbaycandakı hakimiyyətinə böyük zərbə vurmuşdu, bəli. Əsas məqsəd Azərbaycanı azadlığa çıxarmaq olmuşdu. Azərbaycana deyir, öz dövlətini demir. Çünki onların dövləti yox idi. Mərkəzi Ərdəbil yaxınında yerləşən Bəz qalası olmuşdu. Bu da olmuşdu. Ona görə də bunlar hamısı aid olanlardır. Amma B-nin Xürrəmlər üsyanı aidiyyatı yoxdur. Davam edirik 18-ci sual. Maraqlı sualdır bu da. Deməli, burada bizdən nə istəyir? Dövlətlər Manna, Atropaten, Albaniya, eradan əvvəl 1-ci milin 1-ci yarısı və eradan əvvəl 1-ci milin 2-ci yarısı. Urartunun da rəqibi olan dövlətlə ittifaq bağlamışdı. Bilirik ki, bu Mannadır və Aşurla bağlamışdı. A gedir 1-ə. Makedoniya ilə İskəndərlə mübarizə aparması, bu bilirik ki, heç bir dövlətimizə aidiyyatı yoxdur. Atropatın nəslindən olan hökmdarlar tərəfindən idarə edilməsi, əlbəttə, bu da gedir Atropatenaya, 2-yə. Və Azərbaycanın şimal torpaqlarını əhatə etməsi, bu da Albaniyaya gedir, 3-ə gedir. Ərəblərin hücumuna məruz qalması, bu Albaniyaya aid olsa da eradan əvvəl olmadığı üçün, orta əsrlərə aid olduğu üçün bunu götürmək olmaz. Ona görə burada olacaq 1A, 2 olacaq C, 1A, 2C, 3D. Yəni Y cavabı burada, Y cavabı doğru cavabdır. 19-cu sual, uyğunluq gözlənilməyib. Arx və kanalların çəkilməsi əkinçi inkişafına səbəb oldu. Burada gözlənilib, doğru bir ifadədir. İstehsal təsərrüfatı daş dövründə yaranıb. Bu da doğrudur.
Əmək alətlərinin təkmilləşməsi istehsal olunan məhsulun artmasına səbəb oldu. Bu da doğrudur. Kobud daş çapacaq qədim insanların ilk metal əmək alətləri hesab oluna bilməz. İlk alətlərindən hesab oluna bilər. Çünki kobud daş metal və bir-birinə əlaqəsi yoxdur təbii ki. Metal ayrı bir şeydir, daş ayrı bir şeydir. Kobud daş çapacaq da başqa bir şeydir. Yəni ilk əmək alətimizdir. Amma metal bilirik ki, daş dövrünün sonunda ilk metal misdir. Deməli, burada uyğunluq gözlənilməyib. Digər ifadə də doğrudur. Davam edir 20-ci sual. Eradan əvvəl 1-ci minilliyin ikinci yarısında. Eradan əvvəl 1-ci minilliyin ikinci yarısı uşaqlar. Eradan əvvəl, bir daha qeyd edək. Eradan əvvəl 5, 4, 3, 2 və 1-ci əsrləri nəzərdə tutur. Atropat Azərbaycan şimalında dövlət yaratmayıb, cənubunda yaradıb. Makedoniyalı İskəndər şərq torpaqlarını yürüş edərək Atropatın dövləti yox idi, ola bilməz. İzirtu paytaxt şəhər olub eradan əvvəl 1-ci minilliyin birinci yarısında. Azərbaycanın dövlətsənləri bərpa edildi, bəli, Atropatenanın yaranması ilə. Atropatena dövlətinin hökmdarı İskəndərlə baş verən döyüşdə qalib gəldi. Heç əlaqəsi yoxdur yenə. Atropatena dövləti yox idi İskəndərin dövründə. D cavabı doğru cavabdır. Gəlir 21-ci sual. Ərəb xilafətinə aid olan hansı xüsusiyyət onu Aşur və Roma dövlətindən fərqləndirir? Qədim dövrdə əsasının qoyulması xeyr. Ərəb xilafətinin bilirik ki, orta əsrlərdə yaranıb, ola bilməz. Sonra Azərbaycan torpaqlarını ələ keçirməyə çalışırdı hər üçü. Azərbaycanda müstəqil dövlətçiliyə son qoyması, bəli, bu Ərəb xilafətinin bu dövlətlərdən fərqidir. Məhz Albaniya son qoyaraq müstəqil dövlətçiliyimizə son qoyub. Albaniya dövləti ilə mübarizə aparmaq səhvdir. Niyə? Çünki bu həm Romaya aiddir, həm Ərəb xilafətinə fərq olmur və qonşu əraziləri işğalçı yürüşlər etmək hər üçüdür. Davam edirik. 22-ci sual, açıq suallarımızdan ilkidir. Deməli, Xürrəmlər hərəkatının nəticələrindən deyil. Xürrəmlərə başçılıq edən Babək öz dövlətinin müstəqilini qorudu. Səhv, təbii ki, onun dövləti yox idi. Ərəb xilafətinin orduları darmadağın edildi. Bəli, bir hərəkat gedişatını bilirik ki, ərəblərin bir neçə ordusu məğlubiyyətə uğradılıb. Amma bu ərəblərin ümumiyyətlə Ərəb xilafəti məğlub olması anlamına gəlməsin. Deməli, bu aid deyil. 1, 2 aiddir. Azərbaycanın xilafət tabelindən çıxması sürətləndi. Bəli, bu aiddir. İslam dini Azərbaycanda yayılması qarşısı alındı. Xeyr, qətiyyən əlaqəsi yoxdur. Və hərəkat amansızlığa yatırıldı. Bu da nəticələrindəndir. Deməli, nəticələrindən deyil. Burada nə olacaq? 1 və 4. 2, 3, 5 isə nəticə kimi götürə bilərik. Yəni, Xürrəmlər hərəkatının nəticələri kimi götürə bilərik. Davam edirik. 23-cü sual. Sxemdə boş buraxılmış ifadələri müəyyən edin. Boş buraxılmış ifadələr. Albaniyanın qədim dövrünə aid olmalıdır. Qəbələ paytaxt olub. Makedoniyalı İskəndərin hücumuna məruz qalmışdı. Xeyr. Yadelli işğal nəticəsində süqut etmişdi, edib, amma qədim dövrdə yox, orta əsrlərdə olmaz. Ərəblərin hücumlarına məruz qalmışdı. Yenə orta əsrdir. Əhalisi yerli pullardan istifadə edirdi. Bəli, biri 4. İberiya dövləti ilə cənub-qərbdə yox, şimal-qərbdə həmsərhəddə olub. Səhvdir. Diqqətli olmalıyıq. Göyçə göl ətrafındakı torpaqları da əhatə edirdimi? Bəli. 4 və 6 doğru cavabdır. 24-cü suala gəlirik. Xronoloji ardıcıllıq istəyir bizdən. Deməli, burada biz yenə qədim dövrə aid hadisələr və orta əsrdən var. Biz birinci nədən başlamalıyıq? İran zonun işğal edilmiş Manna torpaqlarını azad etməsi. Ondan sonra bu eradan əvvəl 1-ci minilliyin birinci yarısı. Sonra eradan əvvəl 1-ci minilliyin ikinci yarısı gəlir. Qazakanın paytaxta çevrilməsi eradan əvvəl 4-cü əsr. Daha sonra Albaniya Roma ilə sülh bağlamalıdır. Daha sonra İslam dini yayılmalıdır Azərbaycanda 7-ci əsr və ən sonunda da Xürrəmlər Yadelli hücumuna qarşı mübarizə aparmalıdır 9-cu əsr. 3-də sonda olmalıdır. 4, 1, 2, 5, 3. Və gəlirik sonuncu suala, onu müəyyən edin. Ərəb, Babək və Afşini müqayisə etməliyik. Ərəb xəlifəsi idi heç biri. Aldanmayaq. Xürrəmlər hərəkatının lideri idi. Əlbəttə ki, Babək. Albaniya dövlətinin hökmdarı idi, yenə heç biri. Ərəb ordusuna xidmət edən türk sərkərdəsi idi. Bu da Afşin. Ona görə 1 olur B, 2 də olur Y. Beləliklə, əziz şagirdlər, bu dərsimizin də sonuna çatdıq. Növbəti dərslərimizdə, video izahlarımızda görüşənə qədər sağ olun, salamat qalın.